Hər vaxtınız xeyir müəllimlər. Sertifikasiya sınaq suallarının izahını çəkirəm. Birinci sualda Şəhrizad simfonik suitası və Min bir gecə baletinin hansı ortaq cəhət birləşdirir? Təbii ki, burada eyni nağıl əsasında yazılmaqlardır. İkisi də Min bir gecə nağıllarının motivləri əsasında. Bu sualı həmişə dərsdə veririk. 2. Mirzə Hüseyn xaric hansı muğamın növləridir? Təbii ki, Seygahı, Mirzə Hüseyn Seygahı, xaric Seygah və s. kimi növləri var idi. 3. Verilərlərdən hansı həm musiqi əsərinin növü, həm də musiqi termini kimi işlədilə bilər? Burada söhbət adajyodan gedir. Adajyo həm baletlərdə 2 nəfərin oynadığı ağır templi rəqsdir, adajyo həm də ağır tempdir. 4. 5 diyezli major qammasının adı hansı bənddə verilib? Təbii ki, si major qamması da onun 5 diyezi var. 5. Fikrət Əmirov Azərbaycan musiqisində hansı janrın əsasını qoyub? Təbii ki, simfonik muğam janrının əsasını qoydu. 6-cı suala baxırıq. Hansı musiqi alətlərinin qoltuq növü var? Qoltuq növü olan biz bilirik ki, qoltuq saz var və qoltuq nağara var. Saz və nağara Y bəndi testin düzgün cavabı olacaq. 7. Karvan musiqi əsərini izah edərkən müəllim hansı bəstəkarın yaradıcılığına müraciət edir? Karvan mövzusunu demək Soltan Hacıbəyov yazıb. Karvan simfonik lövhəsi daha uyğun cavab olacaq. 8. 4x4 ölçülü xanənin tərkibində neçə 8-lik not var? 4x4 xanə ölçüsündə 4 çərək var. Hər çərəyin içində 2 8-lik olduğuna görə bütövlükdə 8 dənə 8-lik not olmuş olur. 8 cavabı. 9. Rauf Abdullayev hansı orkestrin baş dirijoru olub? Təbii ki, burada simfonik orkestr Üzeyir Hacıbəyli adına. Verilən şəxsləri hansı ortaq cəhət birləşdirir? Hüseynqulu Sarayevskidir, Qar Yağdıoğlu, Məşədi Məmməd. Bunlar xanəndələrdir. B bəndi sualın düzgün cavabıdır. 11. Don Kixot simfonik problemləri hansı bəstəkarındır? Təbii ki, Qarayevin B bəndi. 14 gəlir burada. Sıralama biraz düz deyil. Demək, Ruslan və Lyudmila operasının qəhrəmanın adını düzgün verildiyi bəndi seçin. Burada Svetozar obrazı düz cavab olacaqdır. Svetozar. 13. Fikrət Əmirov hansı xalq mahnısını səs və fortepiano üçün işləyib? Küçələrdə üstətmişəm, bəli. 15. Bu oldu 15. Aşıq Qərib dastanı haqqında, yəni tədbir hazırlayır. Müəllim kimin yaradıcılığına müraciət edir? Aşıq Qərib dastanı biz bilirik ki, operası Zülfüqar Hacıbəyovda və Reingold Gliyevin Şahsənam operası da Aşıq Qərib dastanına yazılıb. Ona görə D bəndi düzdür. Reingold Gliyev, Zülfüqar Hacıbəyov. 16. La major qammasının tonik hissəsini yaradan notların adı hansı bənddə düzgün verilib? Qammanın 1-ci, 3-cü və 5-ci pilləsindən söhbət gedir. La major qammasının 1-ci pilləsi La, 3-cü pilləsi Do diyez, 5-ci pilləsi Mi. Y bəndi sualın düzgün cavabıdır. 17. Hansı pauza bir yarım not ölçüsünə bərabərdir? Təbii ki, yarım pauza. Burada başqa bir şeydən söhbət gedə bilməz. C bəndi. 18. Şagird tarda gərai şöbəsini ifa edə bilirsə, hansı muğama həsr olunmuş tədbirdə iştirak edə bilər? Gərai sadəcə 8-ci sinif dərsliyində bir hissədə verilib. Rast muğamının gərai şöbəsi. Bunu da dəfələrlə demişik. A bəndi düz cavab olacaq. 19. Rəşid Behbudov Tofiq Quliyevin bəstələdiyi mahnıları hansı filmdə ifa edib? Bəxtiyar filminə yazılmış mahnıları, Dostluq mahnısını ifa etmişdir Rəşid Behbudov. B bəndi. 20. İlk opera haqqında təqdimat hazırlayan şagird hansı bəstəkarın yaradıcılığından danışmalıdır? İlk opera İtaliyada Claudio Monteverdi tərəfindən yaradılıb. Ona görə D bəndi sualın düz cavabıdır. Həmişə sual verirsinizsə, Monteverdi götürəcək, yoxsa Jacopo Verdi gələn Monteverdini salıb. 21. Aşıq musiqisi hansı komponentlərdən ibarətdir? Aşıq şeiri, aşıq melodiyası. 5-ci sinif dərsliyində bir şey var. Zərbi muğamlar necə yaranır, muğamlar, aşıq musiqisi o hissədən götürüblər. Aşıq şeiri və aşıq melodiyası, yəni 2C. C bəndi. 22. Trio və kvartet neçə musiqiçidən ibarətdir? Trio 3-dür, kvartetdəki 4-dür. C bəndi. 23. Xalq mahnısı kimi tanınan bu mahnının əslində müəllifi xanəndə olub. Söhbət, bu Naxçıvana düşən sualda eynisini burada veriblər. Qəmərin mahnısıdır. Həm Xan Şüenski'nin mahnısıdır, həm də xalq mahnısıdır. 24.
Zakir Bağırov operettasını, Tofiq Quliyev isə həmin pyesin əsasında çəkilmiş filmin musiqisini bəstələyib. Söhbət qaynanadan gedir. Operettası Zakir Bağırovda, kino musiqisi Tofiq Quliyevdə. C bəndi. 25. Oktay Zülfüqarov yaradıcılığından olan hansı əsər uverturadır? Bunu həmişə bax, uverturaları qruplaşdırırıq. Şənlən mənim xalqım. Bəli, B bəndi sualın düzgün cavabı olacaq. 26. Soprano və alt səslərinin ifası üçün nəzərdə tutulmuş hansı heyət ilə ifa olunmalıdır? Qadın xoru. Soprano və alt qadın xoruna məxsusdur. 27. Əfrasiyab Bədəlbəyli Kikican xalq rəqsindən hansı janrda yazdığı əsərində istifadə edib? Şalaxo, Tərəkəmə, Kikican, Cığcığa, bunlar hamısı Qız Qalası baletində istifadə olunub. Düzgün cavab baletdir. 28. Xor, orkestr və solistlərin iştirakı ilə ifa olunan əsəri dinləmək istəyən şagird hansı janra müraciət edəcək? Xor oxuyur, baxaq görək, baletdə oxumur. Mahnı xor, yəni burada orkestr yoxdur. Etud instrumental, simfoniyada həmçinin oratoriyadan söhbət gedir. Çünki xor, orkestr və solistlərin iştirakı ilə oratoriya səslənə bilər. 29. Uşaq mövzusunda yazılmış ilk iri həcmli əsər haqqında danışan müəllim Əşrəf Abbasovun təbii ki, Qaraca qızına müraciət eləyə bilər. D bəndi əsərin testin düzgün cavabıdır. Qaraca qız baleti. 30. Musiqi əsərinin axır tempini hansı termin bildirir? Burada olacaqdır qravi tempi. Digərləri mülayim və burada cəhd templər maestro əzəmətliliyi bildirir. Ağır temp yalnızca qravidir. D bəndi. 31. Xalis intervallar adlı mövzuda yanlış təqdim olunan interval hansıdır? Baxırıq burada. Burada prima, kvarta, kvinta, oktava xalisdir. Nona isə mürəkkəb intervaldır. Ona görə nona uyğunluğu pozdu. 32. Milli qəhrəman haqqında danışarkən Oktay Rəcəbovun hansı əsərini nümunə kimi təqdim etmək olar? Oktay Rəcəbov milli qəhrəman Çingiz Mustafayevə rekviyem yazıb. Çingiz simfoniya rekviyemi. A bəndi düzdür. 33. Milli trio haqqında danışan müəllim hansı zərbə alətini qeyd eləməlidir? Milli trio, yəni Azərbaycan triosu tar, kamança, qaval, xanəndə, əlində, dəf və yaxud da qavalla təsvir olunur. Burada zərbə alətindən danışırsa dəfi götürməliyik. Nağara falan olmaz. Trioda dəfidir. 34. Füzulinin qəzəlləri Üzeyir Hacıbəyinin hansı əsərində? Təbii ki, Leyli və Məcnun operasında. Əsli Kərəm dastandır, heç orada Füzuli ilə əlaqəli deyil. Və o cümlədən də digər əsərlər. 34-də oldu Leyli və Məcnun. 35. Yaradıcılığında Şur adlı əsər olan bəstəkarlar hansılardır? Dəfələrlə sınaqda işlədiyiniz suallardan. Fikrət Əmirovun Şur simfonik muğamı, Üzeyir Hacıbəylinin Şur fantaziyası, Gülarə Əliyevanın Şur fantaziyası. Y bəndi testin düzgün cavabı. 36-ya baxırıq. 4-də 3 ölçülü xanədən neçə çərək not çıxsaq 4-də 2 alınır. 4-də 3-də 3 dənə çərək var, 4-də 2-də 2 dənə çərək. 4-də 3-dən 1 dənə çərək çıxsaq 4-də 2-ni yaradarıq. Cavab Y bəndi. 37. Verilənlərdən hansı bənd interval deyil? Septima, sexta, tersia, sekunda intervaldır. Diskant isə uşaq səsidir. Ona görə burada pozuldu. Skripka, alt violonçel, kontrabasdan ibarət hansı tərkibli orkestr qurmaq olar? Təbii ki, simli orkestr. A bəndi düz cavabdır. 39. Simfonik orkestr xor, üçün yazılmış əsər ifadəsinə hansı söz əlavə edildikdə solo ifaçının iştirakı tələb olunur? Təbii ki, solist. Çox asan bir sual. Simfonik orkestr xor və solistlər üçün yazılmış. Yəni, o cümlədən götürülüb. 40. Sultan Hacıbəyov Çex rəqsi əsərinə hansı ifa üçün yazılıb? Xalq çalğı alətləri orkestri üçün. Yəni, burada C bəndi. 41. Gülarə Əliyeva haqqında verilənlərdən yanlışı seçin. Gülarə Əliyeva haqqında verilənlərdən yanlış fikri seçin. Ansamblda qaboy və pleyta var idi, bəli. Şur adında əsər müəllifidir, bəli var. Dan ulduzunu yaradıb, piano ifaçısı olub, amma operası yoxdur Gülarə Əliyevada. D bəndi testin düzgün cavabıdır. 42. Verilmiş Azərbaycan xalq rəqslərdən hansını köçəri tayfalarına aid edirlər? Biz bilirik, həmişə dərsdə də soruşuruq. Tərəkəmə rəqsi köçəri maldarlıqla məşğul olan tayfaların adından götürülmüşdür. Tərəkəmə testin düz cavabıdır. 43. Niyazi aşağıdakı filmlərdən hansına musiqi yazıb? Təbii ki, Fətəli xan. Almaz, Kəndlilər, Fətəli xan, Niyazinin kino musiqiləridir.
44. İfaçı heyətinə görə aşağıdakı əsərlərdən hansı digərlərindən fərqlənir? Burada digərlərindən fərqlənir. Skripka və orkestr üçün poema. Burada orkestr sözü var. Fleyta və simli orkestr üçün suita, orkestr var. Skripka və gitara üçün sonata saxlayaq. Tar və kamera orkestri üçün konsert, orkestr sözü var. Kamançı və simfonik orkestr üçün konsert, orkestr sözü var. Hamısı orkestrdir. Sadəcə burada skripka və gitara. İkicə dənə alət ifa edir. Ona görə C bəndə testin düz cavabıdır. Digərlərini çox alət ifa edir. Çünki orkestr əsərdir. O birisi də isə 2 dənə alət. 45. Müəllim sadaladıqlarından hansı əsərin adı siyahından çıxarılsa, yalnız instrumental əsərlər qalardı. Müəllim bunları sadalayıb. Simfonik poema, suita, uvertura, konsert biz janrların PDF-ində keçdik. Bunlar instrumentaldır. Oratoriya isə vokal instrumental, xor əsəridir. Ona görə burada uyğunluq pozuldu. Y bəndi. 46. Verilənlərdən hansı iri həcmli səhnə əsərinin giriş nömrəsi həm də muğamın tərkib hissəsi ola bilər? Bax, əgər proloq götürsəm, muğama aid deyil, introduksiyada, epilog sonluqdur. Burada müqəddimə olacaqdır. Müqəddimə həm muğamlarda səsləndi, həm də iri həcmli əsərlərin giriş hissəsində. D bəndi testinin düzgün cavabıdır. Sonra 47. Major ladının hansı halında 6-cı pilinə bəmləşdirilir? Bax, bu harmonik haldır. Yadınıza gəlir, mən heç vaxt testə düşməyib, natural harmonik melodik ilk dəfə də verirlər. Majorun harmonik halında 6-cı pillə yarım ton bəmləşirdi. Yəni Y bəndi. 48. Bülbül hansı operada başrolun ilk ifaçısı kimi çıxış edib? Söhbət Koroğlu operasından gedir. Bunu bilirsiniz. B. 49. Operalardan hansı klassik opera hesab edilmir? Xanəndənin taleyi. Hamısı klassikdir. Xanəndənin taleyi muğam operasıdır. Adları çəkilən işarələrdən hansı notların qırıq-qırıq ifasını göstərir? Təbii ki, stakkat.